Birinci hissə natural ədədlərin sayda qruplara ayrılışı Əkob və Əbob bölməsindən bəzi sualların izahını verirəm. 37-ci suala baxsaq, nömrə 37-ci sual. 37-ci sualda nə deyir bizə? A və B ədədlərinin ortaq olmayan sayda qruplarının hasili 15-dir. Əbob AB, Əbob AB bərabərdir 30 olarsa, A plus B cəminin ən böyük qiymətini tapın. Ən böyük qiymətini tapırıq. Əbob AB bərabərdir 30 o deməkdir ki, A və B ədədlərinin hər ikisinin qalıqsız bölündüyü ən böyük ədəd 30-dur. Yəni, A 30-a tam bölünür, B də 30-a tam bölünür. Yəni, A əgər 30-a tam bölünürsə, hər hansı bir ədəd alırıq. Eyni zamanda B 30-a tam bölünürsə, hər hansı bir ədəd alırıq. Yəni, beləliklə, A bərabərdir 30 vurulsun M olur, B də bərabərdir 30 vurulsun N olur. Buradan biz belə nəticəyə gəlirik ki, M və N qarşılıqlı sahədədir. Niyə qarşılıqlı sahədədir? Əgər M ilə N-in hər hansı ortaq vuruğu varsa, həmin ortaq vuruğu biz 30-a vursaq, A ilə B-nin əbobu 30-dan çox olar. Bu səbəbdən M ilə N qarşılıqlı sahədədir. Beləliklə, A-mız 30 M-dir, B isə 30 N-ə bərabərdir. Və deyir ki, ortaq olmayan sayda vuruqların hasili 15-dir. Yəni, M ilə N-in hasili M vurulsun M bərabərdir 15-ə. Beləliklə, 1 ilə 15-in hasili 15 eləyir, 3 ilə 5-in hasili, 5 ilə 3-ün, 15 ilə 1-i. Və beləliklə, biz A plus B cəminin ən böyük qiymətini tapmaq üçün A üzərinə gəlsin B bərabərdir 30M üzərinə gəlsin 30N. Bu da bərabərdir. 30-u çıxardırıq mötərizənin xaricinə. M üzərinə gəlsin N olur. Bu cəmin ən böyük olması üçün M plus N'imiz ən böyük olmalıdır. Yəni M ilə N'i biz toplasaq 16 olur. Yerdə qalan isə 8 olur. Yəni ən böyük M ilə N'in cəminin ən böyük qiyməti 16-dır. Beləliklə 30-u vururuq 16-ya. Bu da elədir 480. Demək ki, ən böyük qiyməti 480-dir. Növbəti suala baxırıq. 39-cu sual. 39-cu sualda nə deyir bizə? 39-cu sualda 120 və 180-ın ortaq bölənlərinin sayını bizdən soruşur. Belə düşünürük ki, 120 ilə 180-ın ortaq bölənləri 1, 2, 3, 4 və s. Bunların hər ikisinin bölündüyü ən böyük ədəd 60-dır. Yəni, əbobudur. Əbob 120, 180-dir. Və beləliklə, əbobu 60 olur. Əbobu 60 olur. Qısa olaraq əbobu tapmaq üçün əbob 120, 180-i taparkən kiçik ədədi saxlayırıq. Əbob 120, böyükdən kiçiyə çıxırıq 60. Görsəndiyi kimi bir ədəd digərinə bölünərsə, əbob onların kiçiyidir. Bərabərdir 60-dır. 120 və 180-in ortaq natural bölənlərinin sayını taparkən, əbobunun natural bölənlərinin sayını tapsaq kifayət edir. Yəni 60 bərabərdir. Bilirsiniz ki, 2 üstü 2, vuraq 3 vuraq 5-dir. Natural bölənlərin sayı isə N bərabərdir. Qüvvət üstlərinin üzərinə 1 əlavə edirik. 1 üzərinə gəlsin 1, 1 üzərinə bərabərdir 3 vurulsun 2, vurulsun 2. Bərabərdir 12. Deməli, natural bölənlərin sayı 12-dir. 40-cı suala baxsaq, 40-cı sualda nə deyir bizə? A bərabərdir 2 üstü N vuraq 3 üstü M ədədinin sayda vuruqlarının sayı 8-dir. Bilirsiniz ki, sayda vuruqlarının sayı deyərkən qüvvət üstlərini toplayırıq. M plus N bərabərdir 8. Natural bölənlərin sayı 24-dür. Natural bölənlərin sayını taparkən isə üstlərinə 1 əlavə edib vururuq. M plus 1-imiz bərabərdir 24. Mötərizəni açsaq,
n üzərinə gəlsin, n üzərinə gəlsin, m üzərinə gəlsin 1 bərabərdir 24. M ilə n-in cəmi 8 olduğu üçün m-in üzərinə gəlsin 9 bərabərdir 24. M vurulsun n-imiz bərabərdir 15. M plus n-imiz bərabərdir 8. Göründüyü kimi, yəni biz bunu müxtəlif üsulla həll edə bilərik. Amma uzaqlaşmıram deyin. M-ə 3 deyib, n-ə də 5 desək, cəmi 8 edir, hasildə 15 olur. Modulda m çıxaq. N-imiz bərabərdir 2-yə bərabər olmuş olur. Qırx birinci suala baxsaq, 41-ci sualda əbobun içərisindəki hər bir ifadəni biz vuruqlara ayırırıq. N üstü 2 çıxaq 9. Bilirsiniz ki, n çıxaq 3, n plus 3'dür. N kvadrat üzərinə gəlsin n çıxaq 12'nin vuruqlara ayrılması n çıxaq 3, n plus 4'dür. Bərabər 15. Mən bu vuruqlara ayrılmanı kənarda bir qeyd edirəm. N'in kvadratı üzərinə gəlsin n çıxaq 12. Bunu vuruqlara ayırmaq üçün bilirsiniz ki, bu kvadrat üçədilidir. Ax kvadrat üzərinə gəlsin, bx üzərinə gəlsin c-dir. Elə m və n tam ədədləri var ki, n vurulsun n-imiz ac-yə bərabərdir. N plus n-imiz b-yə bərabərdir. Yəni, burada a-mız 1'dir. M vurulsun n-imiz bərabərdir 1'i 12'yə, mənfi 12'yə vururuq, mənfi 12. M üzərinə gəlsin n bərabərdir 1'ə. Bilirsiniz ki, mənfi 3-ünə 4'ün, mənfi 3-ünə 4'ün cəmi 1, mənfi 3-ünə 4'ün hasili isə mənfi 12 olur. Bunu tapmaqda məqsədimiz nədir? Buradakı n-i belə yazırıq. Yəni, əvvəlcə n kvadratı üzərinə gəlsin. Bu n-i nə yazıram? Mənfi 3n, bu mənfiçə görə mənfi 3n plus 4n formasında yazıb, çıxılsın 12 qeyd edirik. Və buradan da biz qruplaşdırırıq. Birinci mötərizədə n minus, n-i çıxadıram xaricə, n minus 3. İkinci mötərizədə 4'ü çıxadıram, n minus 3. Və belələ hər ikisində ortaq vuruq n-3 olduğu üçün vurulsun n plus 4 qalır. Və beləliklə biz n kvadratı üzərinə gəlsin n çıxaq 12'ni biz vuruqlara ayırmış olduq. Əbobda isə biz deyirdik ki, ortaq vuruq qarşıya keçir. Yəni burada ortaq vuruq n-3 olduğundan n-3 əbobun qarşısına keçir. Yəni əbob n-3 vurulsun əbob n plus 3, n plus 4 bərabərdir 15'ə. N plus 3 ilə n plus 4 ardıcıl natural ədədlər olduğu üçün onların əbobu 1'ə bərabərdir. Yəni qarşılıqlı sayda əbob 1 edir. N minus 3 15'ə bərabərdirsə n-imiz olur 18. N-imiz oldu 18. N 18'dirsə, sonra bizdən tələb etdiyi əkob n çıxaq 7 faktorial 2n plus 1 faktorial ədədinin son rəqəmini bizdən soruşur. Təbii ki, n-in yerinə 18 yazsam, əkob 11 faktorial və 37 faktorial. Yadda saxlamaq lazımdır ki, uşaqlar, kiçik faktorial böyük faktorialın içərisində yerləşir. Yəni, böyük faktorial kiçik faktoriala tam bölünür. Məsəl üçün, mən 37 faktorialı araşdırıram. 1 vurulsun, 2 vurulsun, 11'ə qədər və 11'dən sonra davam edir. Düz 37'yə qədər davam edir hasillər. Bildiyiniz kimi, 11 faktorial 1'dən 11'ə qədər ardıcıl ədədlərin hasilidir. Yəni, bu 11 faktorial olur. 11 faktorial vurulsun, 12 vurulsun, 37'yə qədər. Göründüyü kimi, 37 faktorial 11 faktorial vurulsun, düz 37'yə qədər olan ardıcıl ədədlərin hasilidir. Və 37 faktorialın vuruqlarından biri də 11 faktorialdır. 37 faktorial 11 faktoriala tam bölünür.
Onda beləliklə əkop 11 faktorial 37 faktorial cavabı 37 faktorialdır. 37 faktorialın son rəqəmi tapmaq üçün 37 faktorial bilirsiniz ki, 1, 2 vuraq 3 vurulsun, 4 vurulsun, 5. 37-yə qədər olan ədədlərin hasilidir. Unutmayaq ki, burada 2 ilə 5 hasili 10 edir. 10 vurulsun. Yerdə qalan ədədləri biz bir-birlərinə vursaq, hər hansı bir ədəd almış olarıq. Həmin ədədi də biz ona vurarkən, ədədin arxasına bir dənə yalnız 0 əlavə edirik. Demək ki, bu ədədin 37 faktorialının sonuncu rəqəmi 0-a bərabərdir. Növbəti suala keçirik. 43-cü suala baxaq. 43-cü sualda nə deyir? N bərabərdir 2m'dir və verilibdir ki, 3 vurulsun əkop 3 üstü n, 5 üstü m, çıxılsın 2 vurulsun əbob 3 üstü m, 5 üstü n bərabərdir 133 veribdir. 133 veribdir. Baxın, biz 3 üstü 10'u araşdırırıq. 3 üstü n nə deməkdir? 3 üstü n, n sayda 3'lərin hasili deməkdir. 5 üstü m nə deməkdir? N saydadır. 5 üstü m isə o deməkdir ki, m sayda 5'lərin hasili deməkdir. Və biz fikir versək, 3 üstü n ilə 5 üstü m-in ortaq vuruğu yoxdur. Yəni, 3 üstü n ilə 5 üstü m qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər olduğundan əbobu 1-ə bərabərdir. Əbob 1-dir. Əbobumuz 1-dir. Əkop isə onların hasilinə bərabərdir. Yəni 3 vurulsun 3 üstü n vuraq 5 üstü m çıxılsın 2-ni də 1-ə vururam 2 edir. Bərabərdir 133 olur. Və 2-ni sağa keçirdək. 3 vuraq 3 üstü n vuraq 5 üstü m bərabərdir 135. 135-i də 3-ə bölsək bura alırıq. Biz 45-i alırıq. Və şərt verilmişdir ki, n bərabərdir 2m'dir. Yəni n-in yerinə 2m yazsam 3 üstü 2m vuraq 5 üstü m bərabərdir 45-ə bərabərdir. Və buradan da 3 üstü 2m'i belə yaza bilərikmi? 3 üstü 2-nin üstü m vuraq 5 üstü m bərabərdir 45. 3 üstü 2'miz 9'dur. 9 üstü m vuraq 5 üstü m bərabərdir 45'ə. Qüvvətlər eyni olduğu üçün əsaslar bir-birlərinə vurulur. Yəni 45 üstü m bərabərdir 45'ə. Buradan da belə nəticəyə gəlirik ki, m bərabərdir 1. M bərabərdir 1 olduğundan bizdən nəyi soruşurdu? M plus n'in cəmini bizdən soruşurdu. M-imiz 1'dir, n'imiz isə 2m olduğu üçün 2'yə bərabərdir. 2-ni 1'ə vururam 2. M-lə də n'in cəmi 3 edər. İndi artıq 46-cı suala baxsaq, 46-cı sualda nədir? 46-cı sualda bizə deyir ki, əbobları 162-dir m-lə n'in. M-imiz bərabərdir, n bərabərdir 2 vurulsun 3 üstü k plus 1, n də bərabərdir 12 üstü k. 2 vurulsun 3 üstü k plus 1'i bilirsiniz ki, 3 üstü k vurulsun 3 üstü 1 formasında yaza bilərəm. 12 üstü k-nı da yazaram, 3 vuraq 4 üstü k formada yazarıq. Bu da bərabərdir 3 üstü k vurulsun 4 üstü k formasında yazdıq. Unutmayaq ki, 4 üstü k sayda 4'lərin hasili deməkdir. K sayda 4'lərin hasili deməkdir. K sayda 4'lərin hasili deməkdir. Və əbobun taparkən bilirik ki, ortaq sayda vuruqları seçirik. 3 üstü k və bəzi şagirdlər var ki, deyir ki, ayrı ortaq vuruq yoxdur. Amma onu da bilməlidir ki, 4'ün içərisində vuruqları 2 vuraq 2 deməkdir. Deməli, biz artıq buradan da 2'nin özü ortaq çıxmış olur. Bu zaman əbob demək ki, m-lə n bərabərdir 3 üstü k vuraq 2'yə bərabərdir. Alınmış cavabı da 162'yə bərabər edirik. Çünki cavabda 162 veribdir. Hər tərəf 2'yə bölsə 3 üstü k bərabərdir 81.
81-imiz 3 üstü 4-dür. K da bərabərdir 4 almış oluruq. Və məndən M-i soruşur. M də bərabərdir. Bilirsiniz ki, 2 vuraq 3 üstü K plus 1 formasındadır. Bu da bərabərdir. 2 vuraq 3 üstü. K-nın yerinə 4 yazsam 5. 2-ni də vururam. Deməli, 81 243 olur. 243, bu da bərabərdir. 6, 486 edər. Növbəti sual 48-ə baxsaq, 48-ci suala baxsaq, A bərabərdir 5N-dir, B bərabərdir 3M, üzərinə gəlsin 6, C bərabərdir 6N çıxılsın 4. Burada bu ədədlər artan ardıcıl natural ədədlərdir. Ardıcıl natural ədədlər demişkən, bilirik ki, ardıcıl natural ədədlər bir-bir artır. Məsəl üçün, 3 dənə ardıcıl natural ədəd desəm, aşağıda qeyd edirəm. Məsələn, 4, 5, 6. Baxın, 4-ün üstünə 1 gəlsəm 5 eləyir, 5-in üstünə 1 gəlsəm 6 edir. 4-dən 6-ya gəlməsi üçün 4 2 vayd 60 olur. 4-ün üzərinə 2 gəlsəm 6 edər. Yəni, bu ardıcıl natural ədədlər olduğu üçün, yəni 5-in üstünə 1-i əlavə etsəm, 3n plus 6 olar. 3n plus 6-nın üstünə 1-i əlavə etsəm, 6n çıxaq 4 olar. Eyni dəyişənli ifadələr A və C-dir. Yəni, burada hər ikisində n var. Mən A-dan C-yə gəlməyim üçün A-nın üzərinə 2 əlavə etmiş olmalıyam. Çünki A-nın üzərinə 2-ni əlavə etsəm, C-ni verəcəkdir. Yəni, 5n üzərinə gəlsin 2 bərabərdir 6n çıxılsın 4. 5n sağa, mənfi 4 sola. Yəni, 6 bərabərdir n. N-imiz bərabərdir 6. N bərabərdir 6 olduğu üçün beləliklə A-mız 30 olur. Növbəti 31 olmalıdır. Növbəti isə 32 olmalıdır. B də 3M üzərinə gəlsin 6 olduğundan biz bu təmini götürüb həll eləsək, yəni 3M üzərinə gəlsin 6 bərabərdir 31. 3M bərabərdir 31-dən 6-nı çıxırıq. Elədir 25. 25. Eni biz 6 aldıq. 30, 31. 6 n çıxaq 4. M-nin yenidən natural ədədlərdir. Ardıcıl, mən misalların yerini səhv yazdım. Ardıcıl cütlərdir. Qarşıladım mən sualı. Ardıcıl cütlərdir. Sualı mən ardıcıl cütlər bizə deyir. Ardıcıl cütlər dediyi üçün ardıcıl cütlər 2-2 artır. Yəni 5n üzərinə 2-ni əlavə etsəm 3n plus 6 olar. 3n plus 6-nın üzərinə 2-ni əlavə etsəm C-ni verər. Deməli, A-dan C-yə gəlməyimiz üçün 5n-in üzərinə 4 əlavə etməliyəm. 5n üzərinə gəlsin 4 bərabərdir. 6n çıxılsın 4-ə bərabərdir. 5-ni sağa keçirsəm 8 bərabərdir. Mənfi 4-də sola keçirdirəm. 8 bərabərdir. N-imiz oldu 8. Beləliklə A bərabərdir. 40 almış olduq. B-miz oldu 42. 2 artır. C-miz də bərabərdir 44. Və burada B-miz 3n plus 6-ya bərabərdir. 3n plus 6-ya bərabərdir. B-miz 3n plus 6 olduğundan 3n üzərinə gəlsin 6 bərabərdir 42 götürüb həll edirəm. 3n bərabərdir 36, m də bərabərdir 12-dir. 12 ilə n-in əkobunu tapırıq. Əkob 12 ilə 8, təbii ki, bunun cavabı 24-dür. Növbəti 49-cu suala baxaq. 49-cu sualda nə deyir bizə? AB üstü xət, bir də BA üstü xət. Bu ədəd yer gəlmişən taparkən, bilirsiniz ki, bu 10 adı, 10A üzərinə gəlsin B açıqlamasını yazırıq. 10B üzərinə gəlsin A-dır. Bu da bərabərdir 11A üzərinə gəlsin 11B. Ortaq vuruq olaraq 11-i çıxardıram xaricə A plus B. Yəni, AB üzərinə gəlsin BA ədədi 11 vuraq A plus B şəklindədir. Yəni, bu ədədlə M ədədinin ortaq sayda vuruğu yoxdur. Onda ortaq sayda vuruğu yoxdursa, deməli, qarşılığı sadə ədədlərdir.
Qarşılıqlı sadə ədədlər demişkən, əkobu onların hasilinə bərabərdir. Əkob verildiyi üçün, yəni əkob AB üstü xətt üzərinə gəlsin, BA üstü xətt M bərabərdir 154 M veribdir. Yəni təbii ki, əkob bunların hasili olduğu üçün 11 vurulsun A plus B-ni biz M-ə vururuq, cavab alırıq 132 M. Hər tərəfi M-ə xəsar aparsaq, hər tərəfi biz 11-ə bölsək 12 almış olarıq. Yəni A üzərinə gəlsin B bərabərdir 12. Düşünmək lazımdır ki, burada AB üstü xətt, BA üstü xətt 2 rəqəm ədədlərdir. Birinci rəqəm həmişə sıfırdan fərqlidir. A fərqlidir 0, yenə B fərqlidir 0 olmalıdır. Amma A ilə B bir-birlərinə bərabər ola bilər. Fərqli deməyincə biz onları bərabər götürə bilərik. A ilə B-nin və AB ədədinin ən kiçik qiymətini bizdən soruşursa, biz düşünməliyik ki, A ən kiçik rəqəm olmalıdır. Ən kiçik rəqəm düşünürük ki, 0-dır. 0 ola bilməz, 1 ola bilər. Məsələn, 1, 11 düşünsəniz, burada 11 rəqəm şərtini pozur. Ona görə 1 ola bilməz. 2 düşünsəniz, B 10 olar, bu da rəqəm şərtini pozur. Demək, A ən azı 3 olmalıdır. A ən azı 3 olduğundan, B-miz isə 9 olmalıdır ki, cəmləri 12 eləsin. Beləliklə, AB 2 rəqəmli ədədin ən kiçik qiyməti 39-dur. Yə 24-cü suala fikir verək. 24-cü sualda əbob 2-nin kvadratı üzərinə gəlsin. N, misalın özünü köçürək. Və əkob 3-in 2-nin kvadratı 24-cü sualda 2-nin kvadratı üzərinə gəlsin N. 2-nin kvadratı çıxılsın N. Və əkobun bizdən soruşur. Əvvəlcə misalı həll edək. Deməli, əbobun içərisində olan 2 ifadə var. İfadənin biri bu, biri isə bu. Hər birinin də ortaq vuruğu çıxarıram xaricə. N vuraq, 2N üzərinə gəlsin 1. Burada da N çıxarıram xaricə, 2N çıxılsın 1. Və əbobu yazarkən, bilirsiniz ki, əbobun içərisində ortaq vuruğu çıxardırıq mötərizənin xaricinə. Sağ tərəfi olduğu kimi yazaq. Ortaq vuruq burada bilirsiniz ki, N-dir. N-i çıxardıran mötərizənin xaricinə. N vurulsun əbob 2N plus 1, 2N minus 1. Bərabərdir N-in kvadratı çıxaq 7, N plus 16-dır. 2N plus 1 ilə 2N minus 1 ardıcıl təklərdir. Ardıcıl təklər olduğu üçün bunlar qarşılıqlı sadədir. Qarşılıqlı sadə olduqları üçün əbobu 1-ə bərabərdir. Yəni 1-i N-ə vursam, yəni bu cavab 1 edir. 1-i N-ə vurdum N, N bərabərdir 7N plus 16. Mən N-i sağa keçirsəm, 0 bərabərdir N-in kvadratı, çıx N olur, çıx 8 yeni alınmış olur, üzərinə gəlsin 16. Siz bilirsiniz ki, sağ tərəf N-4-ün kvadratının açılışıdır, müxtəsər vurma üstüdür. Və N də bərabər 4 almış oluruq. N-imiz 4-dürsə, bizdən nəyi soruşurdu? Əkob 3N üzərinə gəlsin 1. 3N üzərinə gəlsin 1, 3 dəfə 4, 12 eləyir. 12, üstünə bir gəlində 13 eləyir. 13 və bir də 5. 13 ilə 5, 2 müxtəlif sadə ədəd olduğundan qarşılıqlı sadədir, əkobu onların hasilidir. 65. Cavab 65-dir. Məsələn, 26-cı suala baxsaq, 26-cı suala. 26-cı sualda nə deyir bizə? M üzərinə N gəlsək, eləyir 56. 56. Əkob M-in bərabərdir 105-ə. 105. Bu əkob M-in bərabərdir 105 o deməkdir ki, M və N-ə qalıqsız bölünən ən kiçik ədəd 105-dir. Yəni, burada 105 həm M-ə bölünür, həm N-ə bölünür. Hər ikisinə də bölünür. Demək, məsələn, mən M-i götürsəm, M 105-in mütləq bölənlərindən biridir. Düşünürəm, 105-in bölənləri hansılardır? 1, 3, 5, 7, 15, 21, 35, 105. Uşaqlar, burada biz bölənləri sayarkən
hər hansı birini itirə bilərik və yaxud ikisini itirə bilərik. Bu səbəbdən yaxşı olar ki, 105-in bölənlərinin sayını tapaq. 105 3 vuraq, 5 vuraq 7-dir, üstəri 1-dir. Natural bölənlərin sayını taparkən qüvvətlərinə 1 əlavə edirik də. 2, 2, 2, 2. Cavab elədi 8. Natural bölənlərin sayı 8-dir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Natural bölənlərin sayını tapdıq 8. Deməli, M 105-in bölənlərindən mütləq biridir. Yəni, kənar ədədə çıxmır, alınmır yəni. Mən əgər M-in yerinə 1 yazsam, 1 yazsam, N olar 55. M-in yerinə 3 yazsam, 53 alar. Cəmi 56 etməlidir deyin. M-in yerinə mən 5 yazsam, 51 alınar. 51 alınar. 7 yazsaq, 49 alınar. 15 yazsam, 41 alınar. 21 yazsam, 35 alınar. 35 yazsam, təbii ki, 21 alınar. 105-dəki heç ola bilməz. 105-in üstünə mən hansı ədəd əlavə etsəm 56 olar. Söhbət natural ədəddən gedir. Ona görə bunu qəbul etmirik. Burada 1 ilə 55-in əkobu artıq yoxlayırıq. 1 ilə 55-in əkobu 55-dir. Amma cavab 105 idi. 3 ilə 53-ün əkobu onların hasilidir 105-i keçir. Bunlar da olmaz. 5 ilə 51-in əkobu 105-i keçir. O da olmaz. 7 ilə 49-un əkobu 49-un özüdür. Cavab amma 105 idi. 15 ilə 41 qarşılıqlı saydadır deyin, əkobu 105-i keçir. 21, 35, 35, 21 ola bilər. Beləliklə, gəlin yoxlayaq. 21 ilə 35-in əkobunu tapırıq. 3 vuraq 7 yazıram. 35 ilə bərabərdir, 5 vurulsun 7. Təbii ki, birini seçirdik, 35-i. Görünür kimi 7 burada var, 3 əlavə edirik. Elədir 105. Demək ki, 35, 21 ola bilər, 21, 35 ola bilər. Yəni, burada M-imiz 2 müxtəlif qiymət aldı, N-imiz də 2 müxtəlif qiymət aldı. Bunların içərisində ən kiçiyini soruşduğu üçün cavab 21 olur. İki ardıcıl cüt ədədin əkobu 28-ə baxaq. 28. 28-ci sualda nədir? 2 ardıcıl cüt. Bilirsiniz ki, birincisi 2-dir, o birisi isə 2n plus 2-dir. Yəni, ifadə deyə bilərsiniz. Deməli, 2 vuraq, n vuraq, n plus 1-dir. Yəni, əkobu. Əbobu isə 2-yə bərabərdir. Bunu mən açıqlamasını yazıram. Əkob 2n, 2n plus 2. Üzərinə gəlsin, əbob 2n, 2n plus 2-dir. Bərabərdir, bu 422-yə bərabərdir. Məsələn, birinci ifadədən 2-ni çıxardıram xaricə. 2-ni xaricə çıxarsam, nə baş verir? 2 vurulsun əkob, n plus 1 alınır. n plus 1 alınır. Əbobu da biz dedik axı 2 edir. Bərabərdir 422. Hər tərəfdən 2-ni çıxsaq, 420 almış olar. 420-ni 2-yə bölürəm, elədi 210 elədi. N ilə n plus 1 qarşılıqlı sayda olduğu üçün əkob onların hasilidir. N vuraq n plus 1 bərabərdir 210. 210-un, düzdür, kvadrat tərkibini həll edə bilərsən açıq. Amma 210-u mən sadalıqlara ayırıram. Belə yazıram mən onu. 3 vuraq 7, 2 vuraq 5. Burada mən elə edirəm ki, 2 dənə ardıcıl əmələ gəlsin. 7-ni 2-yə vurdum 14 oldu. 3-ü vurdum 5-ə 15 oldu. Onda beləliklə n-imiz 14-dür. N-imiz 14 isə bu ədədlərin biri 2n idi, deyin, oldu 28, n yenə 14 yazırıq. O birisi isə təbii ki, avtomatik 30 olacaqdır. Və bizdən nəyi soruşur? Bu ədədlərdən böyüyünü tapın, cavab 30-dur. Məsəl üçün, mən 31-ə, 30-a həll etsək, 30-cu suala baxsam, A bölək B bərabərdir 5-də 2. Buradan bəzən şagirdlər belə qəbul edir. Deyir, A 2-dir, B 5-dir. Ola bilər, A-mız 2, B-miz 5 ola bilər. Amma unutmasınlar ki, adi kəsirə sonsuz sayda bərabər kəsir vardır. Məsəl üçün, mən sürətlə məxrəci 2-yə vursam, onda 4 deyə bilərəm. 3-ə vursam, 30-da 12 deyə bilərəm və s. Göründüyü kimi, burada 5-də 2-yə bərabər kəsirləri alarkən, kəsirin sürətlə məxrəcini eyni ifadəyə vururuq. Bu səbəbdən biz A-mızı 2K qəbul edirik. B-mizi 5K qəbul edirik. Və əkob AB, əkob
2K, 5K. Bir də çıxılsın əbob 2K, 5K bərabərdir 54. 54. 54-ə bərabərdir. Təbii ki, o K xaricə çıxır. Bildiyiniz kimi K-mız burada xaricə çıxır. K vuraq yazırıq. Burada da həmçinin K vuraq yazırıq. 2 ilə 5 qarşılığı sadədir deyin. Əkəb onların hasilidir. 10K çıxılsın. 2 ilə 5 qarşılığı sadə olduğu üçün əbobu 1-ə bərabərdir. Bir də K-ya vururam. K bərabərdir 54. Beləliklə 9K bərabərdir 54. K da bərabərdir 6 almış oluruq. Və ədədlərimiz isə 12 olur və 30 olur. Bizdən nə soruşur? A plus B cəmini soruşur məndən. Cavab bilir 42 edir. 32-ci suala. 32-ci sualda asandır. Məsələn, 33-cü suala keçirəm. 33-cü sualda n bərabərdir 57-nin kvadratı, üzərinə gəlsin 38-in kvadratı. Sadə vurğuların sayını soruşur. Ümumiyyətlə, uşaqlar, yadda saxlayın. Ədədin sadə vurğuların sayını soruşarkən biz həmin ədədi sadə vurğuların hasili formasında göstəririk. Fikir verirsiniz, burada cəm var. Mən bunu hasilə çevirməliyəm. Bu bərabərdir. Bu bərabərdir. 57-ni bilirsiniz ki, 3 vuraq 19 yaza bilərik. Üstə gələk. 38-i yaza bilərik, 2 vuraq 19 yaza bilərik. Üstü 2. Hasilin qüvvəti qüvvətlər hasilidir. 3 üstü 2. Siz bilirsiniz 2 buna hər birinə aiddir. Vuraq 19 üstü 2. Üzərinə gəlsin. 2 üstü 2 vuraq 19 üstü 2. Ortaq vuruq nədir? Burada ortaq vuruq 19 üstü 2-dir. 19 üstü 2-ni çıxardıram mötərizənin xaricində. Nə qaldı yerdə? 3 üstü 2 üzərinə gələrək 2 üstü 2. Bu da bərabərdir. 19 üstü 2 vuraq 13 alınır. Mötərizənin içərisi 13-dür. 13 üstü 1. Və göründüyü kimi 19-dan 13 sadə ədədlər olduğu üçün biz onu vuruqlara ayırmış olduq. Və sadə vuruqların sayını soruşduğu üçün qüvvətlərini toplayırıq. Sadə vuruqlarının sayı 3-dür. Hələ birinci suala fikir verək. 51-ci sualda əbob birinci ifadəni olduğu kimi K kubu çıxaq 27. 27-ni mən 3-ün kubu kimi yazıram. K kvadratı üzərinə gəlsin 3K, üzərinə gəlsin 9. Bərabərdir AK çıxaq 16. Burada A-mız müsbətdir. Qeyd eləmək lazımdır. A-mız müsbətdir. Tənliyinin yeganə həlli var. Yəni, bu tənliyin yeganə həlli var. Əkobun bizdən soruşur. Baxaq, K kubu çıxaq 3-ün kubunu biz vuruqlara ayırsaq necə deyə bilərik? Əbob K minus 3 K kvadratı üzərinə gəlsin 3K, üzərinə gəlsin 9 bağlayırıq. K kvadratı üzərinə gəlsin 3K, üzərinə gəlsin 9 bərabərdir. AK üzərinə çıxsın 16. Baxın, birinci ifadə ikinci ifadəyə bölünür. Yəni, K kvadratı plus 3K plus 9 birinci ifadənin vuruqlarından biridir. Bu səbəbdən əbob dedik ki, biz kiçiyini qəbul edirik. Yəni, əbob olaraq K kvadratı üzərinə gəlsin 3K plus 9-u qəbul edirik. Bu da bərabərdir AK çıxsın 16. Baxın, uşaqlar, bu kvadrat tənlikdir. Kvadrat tənlikdir. Kvadrat tənliyin amma tam formasında deyildir. Niyə? Kvadrat tənliyi hansı formadadır? AX kvadrat üzərinə gəlsin BX üzərinə gəlsin C bərabərdir 0. Göründüyü kimi bu sağ tərəfdə 0 olmalıdır, amma sağ tərəfdə AK çıxaq 16 ifadəsi vardır. Ümumiyyətlə tənlikdə yadda saxlayın. Dərəcə 2-dir isə kvadratik üçədili, kvadratik formaya salmaq lazımdır. Bu səbəbdən mən sağ tərəfdəki ifadəni keçidirəm sola. K kvadrat üzərinə gəlsin 3K. K-ları bir yığdığım üçün çıx AK yazıram. Müsbət 9 plus 16 25 olur. Bərabərdə 0. Buradan da K-nı yenə tam formada kvadrat tənlik formasında deyildir. K kvadrat üzərinə gəlsin. Mən K-nı mötərizə xaricində çıxarsam K vurulsun 3 minus A. Buradan mən K-nı silib axıra salsam bilirsiniz ki, vuruqların yerində dəyişəndə hasil dəyişmir.
üzərinə gəlsin 25 bərabərdir 0. Kvadrat tənlikdir. A-mız burada 1-dir, B-miz A-mız burada 1-dir. B-miz müsbət 3 minus A-ya bərabərdir, C-miz isə 25-ə bərabərdir. Kvadrat tənliyin yeganə həllinin norması üçün deməli diskriminant 0-a bərabər olmalıdır. Diskriminant bərabərdir 0. Diskriminant bilirsiniz ki, düsturu nədir? B kvadratı minus 4AC bərabərdir 0. Buradan birbaşa da deyə bilərik ki, bu K plus 5-in və yaxud da ki, K minus 5-in kvadratının açılışıdır. Çünki bu 25-ə görə. Ancaq belə fikirləşsəniz, diskriminantla həll eləsəniz, bu formada yaza bilərsiniz. 3 minus A-nın kvadratı çıxılsın 4 vuraq A. A-mız 1-dir, C-miz 25-dir, 100 olur. Bərabərdir 0. 3 minus A-nın kvadratı bərabərdir 100-dür. Hər tərəfi köhləsək və yaxud da ki, 3 minus A-nı siz bilirsiniz ki, bir dəfə 10-a bərabər edirik. Bir dəfə də 3 minus A-nı mənfi 10-a bərabər edirik. Birinci ifadədən A mənfi 7 alırıq. İkinci ifadədən A-mız 13 alırıq. A-mız 13-dür. Və bizdən A-mız 13-ə bərabərdir. A-mız 13-dür. A-mız 13-dür. İndi biz K-nı tapmalıyıq. A-mız 13 olduğu üçün bizim tənliyimiz hansı formada oldu? Bizim tənliyimiz K kvadratı üzərinə gəlsin 3K plus 9 bərabərdir AK çıxaq 16 tənliyi oldu. Biz orada A-nın yerinə 13 yazırıq. A-nın yerinə 13 yazsam, səhvə kiçikdir deyin. Burada çarşaf üstündə yazacağım. A-mızın yerinə 13 yazıram. Növbəti səhvədə itirməmək üçün tənliyi. Bu zaman yazırıq. K kvadratı üzərinə gəlsin 3K, üzərinə gəlsin 9 bərabərdir 13K. Elə burada da yerinə yaza bilərdik. Axırıncı tənlikdə də yerinə yaza bilərdik. Axırıncı tənlikdə yazsaq daha rahat olar. Axırıncı tənlik hansıdır? K kvadratı bax bu tənlikdə yerinə yazsaq daha rahat olar. Mən orada A-nın yerinə 13 yazsam, belə bir ifadə almış olarıq. K kvadratı üzərinə gəlsin 3-dən 10 çıxanda, 13 çıxanda mənfi 10 eləyir. Çıx 10, K üzərinə gəlsin 25 bərabərdir 0. Bu da K minus 5-in kvadratıdır deyin. Bərabər 0. Buradan da K bərabərdir 5 alırıq. Deməli, K-mız 5-dir, A-mız 13-dür. K-mız 5-dir. Demək ki, K bərabərdir 5, A da bərabərdir 13. A da bərabərdir 13-ə bərabərdir. Bilən əkomu bizdən soruşur. Əkov A minus K. A minus K yəni təbii ki 8 eləyir. A plus K-mız 18 eləyir. Əkomunu taparkən 8 bilirsiniz ki 2 vuraq 2 vuraq 2-dir. 18 də bərabərdir. 2 vuraq 3 vuraq 3-dür. 18 seçirəm. 4 əskikdir 72 eləyir. Bərabərdir 72. Cavab 72 olur. Növbəti suala fikir verək. Növbəti sualda 52-ci suala fikir versək, ABC natural ədədlərdir. 15A bərabərdir 6B bərabərdir 8C. Fikir versək biz burada, 15 vurulsun A 6B o da bərabər 8C. Bu hər hansı bir A ədədinə bərabərdir. Göründüyü kimi A ədədi 15 vurulsun A-ya bərabərdir. Burada 15, 6, 8 A ədədinin vuruqlarıdır. Və siz bilirsiniz ki, hasil öz vuruqlarına bölünür. Yəni nə? A 15-ə tam bölünür. Deməli, A 6-ya tam bölünür. A 8-ə tam bölünür. Və 15-ə, 6-ya, 8-ə bölünən ən kiçik ədədi tapırıq. Yəni, 15 bilirsiniz ki, 3 vuraq 5-dir. 6 bərabərdir 2 vuraq 3-dür. 8 bərabərdir 2 vuraq 2 vuraq 2-dir. Və burada birini seçirəm. 3 görünür kimi altdan başlayıram. 3 burada var deyin. 2 yoxdur. 2-ni əlavə edirəm.
Artıq mən burada 2-ni yaratdım deyə indi keçirəm 8-də. 8-də 2 var, yaratmışam. 2 dənə kəskikdir. Vuraq 4 yəni. Bu da bərabərdir 15-i vururam 8-də 120 eləyir. 120. Demək ki, A ədədi 120-yə bölünən A ədədi 120-dir. 120-nin misilləridir. 120K-dır. Yəni siz 120 qəbul etsəniz də burada cavab ala bilərsiniz. Amma 120K yazsanız daha yaxşı olar. Və burada göründüyü kimi əkop A plus C. Deməli, A-mız 120K olduğu üçün 15 vuraq A 120K-dır. Onda A-mız 8K-dır. A 8K-dır. Ben buraya yazıram. Kiçik A-mız 8K-dır. B-miz 120K-nı 6-ya böləndə 20K olur. C-miz isə 120-ni böləm 8-də 15K almış olurum. Və beləliklə biz əkop A plus B, A plus B-miz 28K-dır. 28K, B minus C-miz isə 5K-dır. 5K-dır. Bölünsün. Əbob C minus A. Yəni əbob 7K, bir də C plus A 23K. 23K. Və bu da bərabərdir. Və buradan bilirsiniz ki, K-nı çıxardırıq mötərizənin xaricinə. K mötərizənin xaricinə, ifadənin xaricinə çıxır. Buradan da K-nı çıxartsaq və kalab da ixtisar olar. 18 ilə 5-in əkobu, 28 ilə 5-in əkobu 28 vuraq 5 deməkdir. 7 ilə 23-ün əbobu isə 1 deməkdir. Və bu da eləyir 140 edir. Növbəti 53-cü suala keçək. Üçüncü sualını. Üçüncü sualda nə deyir bizə? 2A plus 3 53-cü sual. 2A plus 3 2A plus 3 və 3B üzərinə gəlsin 2 qarşılıqlı sadə ədədlərdir. Bəli, qarşılıqlı sadə ədədlərdir. 22A üzərinə gəlsin 19 bərabərdir 21B olarsa A və B natural ədədlərinin cəmini tapın. Bax, uşaqlar düşünün. Mən burada bu aşağıda bərabərlik var. Bərabərlikdə 2A plus 3 ilə 3B plus 2-ni almaq istəyirəm. Baxın, 22A, 2A-dan 22A-ya necə almaq olar? 2A-nı 11-ə vursam 22A eləyər. Bu zaman mən belə yazıram, baxın. Yəni, mən aşağı ifadədə, yəni bu sol tərəfdə 11-i mötərizənin xaricinə çıxarsam, mötərizə daxilində 2A almış olaram. Burada mənə bu ipucu verir. Yəni, 22A üzərinə gəlsin 19-u mən belə yazaram. 22A üzərinə gəlsin 33. Çünki 33-ü də, baxın, 22-ni 2-yə böldüm 11 etdi. 22-ni 2-yə böldüm 11 edər. Yəni, düşünürəm ki, 2A-nı mən 11-ə vursam 22A edər. Ondan mən 3-ü də 11-ə vursam, 33 edər. Deməli, onda 22A plus 33 yazıram. 19, axı burada 19 var idi, 19 olmalıdır. Ondan məcburəm mən 33-dən 14-ü çıxam ki, 19 eləsin. Bu bərabərdir 21B. Və beləliklə 22A üzərinə gəlsin 33-ü solda saxlayıram, 14-ü sağa keçirirəm. 21B üzərinə gəlsin 14. Buradan 11-i mötərizə xaricinə çıxarsam, 2A plus 3 bərabərdir. Buradan da mən 7-ni mötərizə xaricinə çıxarsam, 3B plus 2 alarıq. Və beləliklə biz bu tip suallarda necə həll edirdik? 2A üzərinə gəlsin 3-ü 7K qəbul edirdik. 2A plus 3 bərabərdir 7K. 3B plus 2-ni isə 11K qəbul edirdik. 3B üzərinə gəlsin 2 də bərabərdir 11K. Və bu 2A plus 3 ilə 3B plus 2 qarşılığı sadə olduğu üçün 7K ilə 11K da qarşılığı sadə olmalıdır. Bu səbəbdən burada K-mız K yalnız 1 olmalıdır. K yalnız 1 olmalıdır. Çünki K birdən başqa hər hansı bir ədəd etsə, qarşılığı sayda alınmır. K-nın özü alınır deyin. Bu zaman qarşılığı sayda olunmur.
Nəhayət, k-nı yerinə mən 1 yazıram, artıq bu 7-dir, bu isə 11-dir. Hər bir tənliyi həll eləsək, 2a üzərinə gəlsin 3 bərabərdir, 7-ni həll etməliyəm. 3b üzərinə gəlsin 2 bərabərdir, 11-i həll etməliyik. 3-ü sağa keçirdim, 2a bərabərdir 4, a da bərabərdir 2 alırıq. Buradan 2-yi sağa keçirdim, 3b bərabərdir 9, b də bərabərdir 3-dür. Və bu zaman məndən avraq bir hasilini soruşdu, cəmini soruşduğu üçün cavab 5 edər. Oldu, sağ olun. Ümid edirəm ki, bu izah sizlərin hər birinizə yararlı olacaqdır.